Xera Pro'nun knopkalarının izahı. Böyürdən qoşmaq knopkasıdır. Aparatı qoşandan sonra alttan sizin üçün də ekranda görünsün deyə işığı da qoşdum. Əsas ekrandan gördüyünüz burada bu hissiyat şkalasıdır. Bu proqramların olan yeridir. Bu sıra olacaq. Burada tezliyi göstərir. Məsələn 15 kHz. Burada isə metalların şkalasıdır. Yuxarıda bu silinmiş yer xırda qara metal vardır. Hal-hazırda xırda qara metallar bağlanır. Qıraqda gördüyünüz üç bucaqlar əşyanın dərində və ya dayazda olanda bir dənə olur. Çox olanda, yəni bu üç bucaqlardan çox olanda demək əşya dərindədir. Əsas ekrandan biz görürsünüz ki, burada pulsat PAMEX siqnallar verir. Onun üçün bu bunun maksimum hissiyatıdır. Hissiyatını azaltmaq üçün, məsələn, maksimum 25-dir. Mən hal-hazırda bunu 22 eləsəm, bu sakitləşəcək. Buradakı Wi-Fi buna təsir eləməyəcək. Gördüyünüz kimi sakitləşdi. İndi bax, proqramlar keçirmək üçün bu knopkadan istifadə edirik. Bir dəfə bastıq, proqram Park 2-yə keçdi. Park işarəsi altda 2, tarla 1, tarla 2, plyaj 1 və plyaj 2. Park proqramları və tarla proqramlarında siz buradan bu knopkanın tezliyi dəyişə bilərsiniz. Məsələn, 5 kHz dərində iri əşyaları axtarmaq üçün fikir verin. Hissiyatını artırmadım, amma 5 kHz olan kimi gücü artdı və buradakı parametrlərə daha həssas oldu. 10 kHz və 15 kHz. 15 kHz xırda əşyaları tapmaq üçün ən yaxşı tezliklərdən biridir. Yadınızda saxlayın, aşağı tezlik dərində iri əşyanı axtarmaq üçün, yuxarı tezlik xırda əşyalara daha həssas eləməkdən ötürü. Bayaq dediyim kimi, bu gördüyünüz buradakı bu hissə silinib və xırda qara metalları hal-hazırda görünür. Əgər siz bütün metalları üzrün açmaq istəyirsinizsə, buradakı nal knopkası, nal işarəsi olan knopkanı basırsınız, fikir verdiyiniz kimi bu da qaraldı, yəni buranı da görməyə başlayacaq. Bundan başqa knopkaların başqa yönlər üçün işlənir. Bu mərkəz tutmaq üçündür. Məsələn, siz bir əşya tapandan sonra onun mərkəzini təyin etmək istəyirsiniz ki, haran qazasınız. Bir dəfə bu knopkanı basırsınız və orada həmən əşyaya yaxınlaşdıraraq, məsələn, mən indi xırda bir hasarı fikir verdiniz, yəni adicə yerini təyin etmək üçün sizə kömək edəcək. Amma bu tapandan sonra bunu işlədirsiniz, mərkəz. Yəni əsas proqramda tapandan sonra knopkanı basıb mərkəzi keçirirsiniz. Keçirik menüsünə, əsas menüyə. Yəni bildiniz, proqramları keçirmək, bütün metalları açmaq, mərkəz tutmaq, tezliyi keçirmək. Bu knopkalarla isə əsas ekrandan hissiyatı azaldıb çoxalda bilərsiniz. Menüyə keçirik. Birinci açılan və burada yumru işarə olan avto yazısı bunun elektromaqnit dalğalardan özünü həmən ən rahat kanalı tapmaqdır siz gəzdiyiniz ərazidə. Hər dəfə aparatı boşanda, hansısa bir ərazidə bunu eləmək mütləqdir. Bunu keçiririk avto rejimi burada və aparatı qalxızıb göydən bir yarım metrdə saxlayıb bax bu knopkaya. Bayaqdan bu knopkanı sizə izah eləmirdim nə üçündür. Bu menüdə istifadə edilir. Basırıq buna və bu ən rahat səssiz, pameksiz kanalını axtarır, tapır. -9-dan 9-a qədər, yəni 0-dan 1-ə qədər, 0-dan -9-a qədər kanal axtarıb tapa bilər. Ondan sonra keçirik ikinciyə, menüyə bir dəfə basırıq. Bu torpaq ayarıdır. Torpaq ayarın 3 cür yolu var eləməyin. Bir cürü siz yuxarı aşağı eləyərək, yuxarı torpağa yaxınlaşdırıb, uzaqlaşdıraraq bunun səs rejiminə baxırsınız. Burada səs gəlməməlidir torpağa yaxınlaşanda. Və yaxud da ki, bu knopkanı basıb saxlayaraq başlayırsınız eləməyə, fikir verin. Özü kalibrovka oldu daşdan. Və rəqəm dəyişməyənə kimi əlinizi çəkmirsiniz. Əlimi çəkdim, qalır həmən rəqəmdə. Və yaxud da üçüncü növü bu knopkanı basıb buraxırıq. Basıb buraxanda özü avtomatik, bax burada izləmə işarəsi gəldi, ilan kimi. Bu torpağın dəyişməsini izləyəcək. Yəni bu işarə torpağın kalibrovkası, torpaq balans qrunta deyirlər, torpaq ayarı deyirlər türkcə, budur. Üçüncü dəfə basanda əsas səs rejiminə gəldik. Bu aparatın səsidir, yəni verə biləcək opsi səsin gücüdür.
Amma bu knopkanı basıb saxlasaq bu menyuda, menyunun burasında bu knopkanı basıb saxlayaraq biz qara metalın səsinə gəlib çıxırıq. Yəni istəsək qara metalı tamamilə səsini ala bilərik. Fikir verin, saldım sıfıra və səslə artırdıqca fikir verin, qara metalın səsi artacaq. Və bu qara metalın səsi belə alır. Basıb saxlayırıq, yəni də keçirik səsə. Dördüncü thresholddur. Threshold çox təcrübəli istifadəçilər üçün nəzərdə tutulub. Bu da bir qədər dərinliyin artıra bilər, amma yeni başlayanlar üçün biraz çətin olar. Ona görə bunu keçirik üstündən. Səs tonları. Bu aparatın bütün metallara eyni səs. Qara metala ayrı, bütün əlvan metallara ayrı səs. Üzr istəyirəm. İkinci, 5 ton qara metala bir səs, əlvan metalları artıq 4 yerə böldü və all tones deyilən bir şey var. All tones bütün seksiyalar, yuxarıdakı o bayaqki xanalara uyğun ayrı-ayrı tonlarda fərqli səslər eləyəcək metallara. Bundan da o tərəfə DP var. Fikir verin, səs necə dəyişdi. Deep pitch dərin siqnalları tapmaq üçündür və çox vaxtı bunu çox təcrübəli istifadəçilər istifadə edir. Mənim məsləhətim ya 5 ton və yaxud da ki all tonsa öyrənin. Bundan sonra bu şkala diskriminasiyadır, bu sizə hələ ki lazım deyil. Amma burada hansısa bir metal növlərini ləğv edib və yaxud da ki açmaq olar. Bu isə beynin analiz sürətidir. Yəni kaçuşkanın tutduğu siqnalı beyinə gəlib çatanda beyin analiz eləmək. Yəni bu sizin gəzmə sürətiniz deyil. Bəziləri onu səhvən başa düşmədən, bilmədən deyirlər gəzmə sürəti. Bu gəzmə sürəti deyil. Bu bunun beynin analiz sürətidir. Məsələn, 1-ə qoyarsınız, analizin gücü düşəcək aşağı, amma dərinliyi artacaq. Və yaxud qalxızıb 3-ə qoyarsınız, daha dəqiq analiz edəcək, amma dərinlikdən azalacaq. Bundan başqa belə bir ayarlar yoxdur. Yeni başlayanlar üçün super aparatdır. Elə başlayan kimi qoşub gəzə bilərsiniz. Sadəcə bu ayarları öyrəndikcə bunu daha güclü, dərin istifadə edə bilərsiniz. Detektor Bakuda Minilabın rəsmi təmsilçisindən əldə edə bilərsiniz.